İşdən çıxdım tıxacılara görə gedirəm evə. 20 dəqiqə çatarım inşallah. Maşından geçsəydim bir saat çatacaqdım. Balaca Kiwi çantam var. Bunu almışam Motobazdan. Bu mənim işdəki qarajımdır. İndi biz buradan keçək. Maşınla gəlsəydik qalmışdıq. Getdik ya Allah. Hava soyuqdur, amma elə külək yoxdur. Şimdi ehtiyatla sürmək lazımdır. Tələsmək lazım deyil. Heç cür tələsmək lazım deyil. Tələsmək bizə olmaz. Biz rahat sürürük. Belə baxsaq Bakımızda hava şəraiti pis yaxşı imkan verir. Yəni qarda sürmək təbii ki təhlükəlidir və eyni zamanda heç xoşa gəlmir. Amma ona rağmen şəhər ki qalan vaxtda sürmək olur. Məsələn, dekabr ayıdır da, qış ayıdır dostlar, düzdür? O qış ayında amma mən sürürəm. Həftənin 7 günü sürürəm, yox. Sürdüyüm həftənin misal üçün 4 günüdür, 3 günüdür. Yəni məndə də ailə var, uşaq var, maşın lazım olur, hamısını anlayıram. Amma heç olmasa fərqlilik qatıram.